Bilirsiniz, bizim seçkilərə müdaxilə əvvəlki illərdə texnoloji proseslərlə olmurdu. O, müxtəlif sadə alətlərdən istifadə olundu. Birincisi, pul vəsaitləri. Bu vəsaitlər dırnaq arası qərbi QHT-lər vasitəsilə Azərbaycana gətirilirdi. İkincisi, qərbi mediada anti-Azərbaycan propagandası vardı. Onu Prezident Trump, Washington Post, New York Times və digər bu kimi təşkilatları saxta xəbər adlandırır. O cümlədən Fransanın Le Monde, Figaro qəzetləri. Və belə bir mühit çalışılırdı, yaradılsın ki, Azərbaycan diktatorluqdur. Bizim demokratik təcrübəmiz yoxdur, insan hüquqları pozulur. Müxalifət sanki mələkdir və hökumət şeytandır. Belə bu dərəcədə sadə. O vaxtı biz müəyyən dərəcədə sadəlöf idik və təsəvvür edə bilməzdik ki, üzümüzə gülən bizim arxamızda bu cür hərəkətlər etsin. Əslində biz maliyyə axınlarını o vaxt, o fondların maliyyə vəsaitlərini nəzarət etmirdik. Bu səbəbdən belə bir qara ad qazanan təsisat, Milli Demokrat İnstitutu əslində burada dövlət çevrilişini planlaşdırırdı. Biz bunu nəzərdən keçirtdik. 1 milyona artıq pul vəsaitləri bank hesablarına köçürülürdü. Daha sonra isə naqdlaşdırılırdı. O pulun müəyyən hissəsi sayəsində müxalifət yönümlü fəallar üçün evlər icarəyə götürülürdü. Molotov kokteyllərindən istifadə, hökumət qurumlarına, polis qüvvələrinə hücumu necə etmək, 2005-ci ildə burada Narıncı İnqilab cəhdi var idi, dövlət departamenti bunun arxasında dayanırdı. Bütün bunları biz xatırlayırıq. Ona görə çox sadə idi. İndi isə bunu biz baxırıq, çünki maliyyə sisteminə tam nəzarətimiz var. İkincisi, bütün grantlar bu dırnaq arası QHT-lər, əslində onlar müxalifətin bir hissəsidir. Verilən grantlar qeydiyyatdan keçməlidir. Yəni, bura qaçaq malçılıqla pul vəsait gətirilə bilməz və əfsuslar olsun ki, bəzi qərbi təsisatlar çox yaradıcı insanlardır. Onlar çalışırlar ki, müxtəlif kuryerlər vasitəsilə pul vəsaitlərini gətirmək istəyirlər. Tutaq ki, onlar Gürcüstana gətirirlər. Həmin bu pulları mən Gürcüstana deməklə mən o demək istəmirəm ki, yəni yox, bu Gürcüstandan gəlir. Yox. O belə bir qərbi QHT-lər vasitəsilə edilir. Onlar hələ də Gürcüstanda fəaliyyətdədir və onlar ümumiyyətlə xarici dairələrin nəzarətində olan banklar vasitəsilə kredit kartlarından istifadə edərək həmin o pul vəsaitləri bura vəziyyəti pozmaq üçün gətirilir və biz bunu nəzarətə aldıq. Həmin hüquq mühafizə orqanlarımız, həmin o qaçaqmalçıları ədalət mühakiməsinə gətirdikdə onlar deyirlər ki, biz insan hüquqlarını pozuruq. Beləliklə, Azərbaycanda bu belə idi. Ümid edirəm, buna son qoyulacaq, çünki bu tamamilə faydasızdır, əsassızdır. Hamı bilir kim kimdir. Amma buna baxmayaraq, heç bir qaransiya yoxdur ki, onlar bəlkə də kimsə hansısa bir marionet bir insanı istəyərlər ki, prezident kürsüsünə gətirsinlər
və o Azərbaycanı idarə etsin. Prezident Trump'ın etdiyi hələ addımlar çox perspektivlidir, lakin bu son deyil. USAID bu nəhənglərdən biridir. Bu tamamilə korrupsiya uğramış təşkilatdır. Azadlıq Radiosu, Amerika Səsi Radiosu onların fəaliyyəti dayandırılıb, lakin bu kifayət deyil. Daha dərindən getməliyik ki, Human Rights Watch, Human House, Amnesty International, Transparency, bütün bu siyasi düşmənçiliyə xidmət edən təsisatlar, onların funksiyalarının, fəaliyyətinin qarşısı alınmalıdır və bütün bu qara yaxma kampaniyasına əlaqələndirilmiş məhz hücumlara məruz qalan bir ölkə kimi Azərbaycan bilir, bütün bu insanları tanıyır. Biz bilirik ki, hansı səfirliklər var idi ki, onlar qeyri-qanuni hərəkətlər edirdi və biz ABŞ-ın prokurorlarını öz hüquq mühafizə orqanlarımıza dəvət edirik ki, onlar gəlib baxıb görə bilərlər ki, hansı dağıdıcı fəaliyyətlə məşğuldur və cənab Trump bu barədə haqlı olaraq qeyd edir ki, düşünürəm ki, mən sizin bununla bağlı sualınıza cavab verdim. Çox sağ olun ki, bizimləsiniz.